إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا şerike leh وأشهد أن محمدا عبده ورسوله أما بعد. Qardaşlar, bu video mən sadəcə müraciət olaraq dindarlara etmək istəyirəm. Nə barədə? Bizim hamımızın üzərində müəyyən vəzifələr var. Düzdür, deyirlər ki, kitablarda da belə keçir ki, əgər bir diyarda, ölkədə üzr istəyirəm, kimsə dəvət işi ilə məşğuldursa, o fərd-ü kifayədir. Yəni digər adamlardan bu götürülür, ya fərd-ül ayn deyil. Hər kəs bunu etsin və s. Yəni o günah sanki hamıda olmur. Heç kəs eləməsə hamıya günah düşür. Lakin vəziyyət hal-hazırda bizdə belədir ki, bax, misal üçün 20 il bundan qabaq namaz qılan qardaşlara götürün və bax bu gün onlar özləri təsdiqləyər ki, qabaq olmayan şeylər bu günlərim çoxdur. Məsələn, ateistlərin sayı həmişə çox olub, bugün təbliğatları var. Xristianlar hər yerdə olub, bugün təbliğatları açıq-aydın gedir. Kitab paylayırlar və s. və lahır. Yəni, müəyyən bir yerlərdə öz məclislərini keçirdirlər. Bidət əhli həmişə olub, bugün mədrəsə kimi bir yerlər açırlar, istəyir onlayn, yer götürürlər icarəyə, kitab keçirlər cəmaata və s. Ərəb dilini öyrədirlər. Təzə, belə deyək, din kimi bir şeylər yarandı. Nə bilim, Haşimi dini deyirlər və s. İndi bugün bir qardaş deyir ki, Əməviçilər və s. nəsə ortalığa çıxıb, Əməvilərin haqqından danışırlar və s. O, xilafət vaxtı olan söhbətləri, Abbasilər və s. Və belə şeylər çoxalır. Bunun ən əsas səbəbi nədir? Ola bilsin, mən səhv deyirəm, indi kimsə düzəldər. Mənim fikrimcə, yəni ki, o düzgün haqq tayfa öz vəzifəsini yerinə yetirməyəndə belə şeylər çoxalır. Bəs başqa cür ola bilməz. Yəni, haqqı qıraqdadır, işini görmür lazımınca. Belə şeylər ortalığa çıxır. İndi bu lazımınca deyəndə mən nəyi nəzərdə tuturam? Mən demək istəmirəm ki, bütün yük, belə deyək, elm tələbəsi iddiasında olan, YouTube-da fəaliyyətlə məşğul olan qardaşların üzərindədir. Yox, hər bir kəs sadəcə dəftər kitab açıb oxumalıdır. Gündə 10 dəqiqə, 15 dəqiqə. Bu yaşdan filandan asılı olan bir şey deyil. Bizdə bəzən niyəsə belə düşüncə ola bilər ki, yalnız cavan adamlara bu aiddir. Xeyr, mən misal üçün özüm göz şahidi nəyə görmüşəm? Misal üçün Saudiyanın özündə. Mən Ciddədə bir məclisdə görmüşəm ki, bir kişi İraqlıdır, yəni paltarından bilinir. O orada elə gəzirdi. Sırf İraqlı paltar bilirsiniz də, onların geniş bir şalvarı, belə kəmərlə bağlayırlar parçadan. Dərsdə oturub qeydiyyatını aparır və çox fəal adamdır. Bu yaxınlarda həmin şəxsi Riyadda başqa dövriyədə görmüşəm. Ya bu nəyə göstərir? Bu adam görünən odur ki, Saudiyada yaşayır. Bir şəhərdən ubursuna gedir, elm dalınca. Yaşı da heç olmasa 55-i keçib və yuxarıdır. Bu ərəbdir, bunun öz ana dilidir, bu gedib evindədir, kitab oxuyar. Yox, bilet alır, məclisə gəlir, oturur, şeyxin yanında birinci safa yaxın və s. Qardaşlar, bu hərislikdir, yəni bu olmalıdır. Bunu ağsaqqallar eləyəndə cavanlar istər-istəməz həvəslənirlər. Bizdə biraz baxırsan ki, bu məsələdə, yəni belə deyək də, konkret geriləmə var. Misal üçün, bu yaxınlar mən özüm nəyin göz şahidi olmuşam. O dediyimiz ağsaqqal titulunda olan insanlar məsciddə birinci safda ilahiyyətdə futboldan, çempionatdan danışırlar. Mən cavan oğlan olaraq, 40 yaşım var da, cavan sayılırım belə baxın. Mən nə nümunə götürüm? Yəni, neyiniyim? Qoşulun bu söhbətə, bilirəm ki, düzgün deyil, məscid bunun üçün deyil və s. Nə etmək lazımdır? İndi qınaq olanda deyirək ki, qınama ginən, özün düşərsin və s. Yaxşı, bəs necə eləyək? Ancaq dua, çəkərsən qırağı deyəsən, bir tərəfdən utanırsan, sənin yaşın bu qədər, insanın 60 yaşı var, çempionat barədə danışır ki, Argentina belə elədi, İspaniya belə oldu və s. Bilirsiniz, elə şeylər var ki, hətta sənin özündə varsa, onu heç olmasa izhar eləməginən də. Çünki məsciddə bunun qədrini onsuz da heç kəs danışsalar da, günün sonu başa düşürlər ki, bu düzgün söhbət deyil. Bu danışmağın yeri deyil də, yəni düzgün deyil. Qardaşlar, hamımız 5 dəqiqə gündə, 10 dəqiqə, 15 dəqiqə dəftər kitab götürüb oxumalıyıq. Ərəb dilini oxumaqdır və s. Elm tələbələrindən xahiş edin. Onları bununla mükəlləf edin. Xahiş edin ki, sizə filan kitabı keçsinlər. Sizə bir hədisi öyrətsinlər. Onları bununla məşğul edin.
öyrətməyəcək, eləməyəcək heç nə. Keçəcəksən başqa elm tələbəsinə, biləcəksən ki, da bu bunluq deyil. Yəni bu ancaq YouTube-a çıxır, danışır və s. Elm tələbəsi yetişdirmək bu böyük şərəfli iş, bu adamlıq deyil. Halbuki elm tələbəsinin ən əsas işlərindən biri elm tələbəsini yetişdirməkdir. Ən əsas odur. İlk növbədə özünü cahillikdən çıxardır, ailəsinin üzərində işləməlidir, sonra cəmaata, təbliğat və s. Bu belə olmalıdır. Bu olmazsa qardaşlar, biz asta-asta gedəcək təxmin olacağıq, misal üçün Türkiyədəki vəziyyətdəki kimi. Bəli, dindarlar çoxdur və s. Amma baxırsan ki, ortalıqda güclü iman sahibi adam tapmaq çox çətindir. Yəni, baxırsan, bu insan namaz qılır Türkiyədə. Hiss edirsən də təxminən hərəkətlərinə görə və s. sünnəyə yapışmış adamdır, yoxsa yox. Biz asta-asta o istiqamətə gedə bilərik. Çünki, bax, elementar olaraq, bu din İslam dini. Bunu sən öz ağlından tutub başa düşə bilməzsən. Bu riyaziyyat deyil, fizika deyil, təxmini eləyim, baxım görüm, məncə zöhr 4 rəkəti yox. Bu təvqifidir, təabbudi məsələlərdir ki, yəni Peyğəmbər sallallahu necə edibsə belə götürmək. Deməli, biz bunu oxuyub başa düşməliyik. Yəni, bir insan ki, il ərzində bir dənə əqidə kitabını oxumur, bir dənə hədis kitabını əvvəldən sona kimi, balaca kitab olsun, böyük, Umdatul Əhkəm oxumayıbsa, biz nədən danışa bilərik ki? Yəni ki, bilirsiniz, qıraqdan görsənə bilər ki, insan imanlıdır və s. Biraz içinə girirsən, məsələn, misal üçün bizim sahən deyək, qızıl sahəsi. Mən açığı deyirəm, məndən heç kəs inciməsin. Qızılda, misal üçün, mənim keçmiş işlədiyim yer Moskva Univermağda, təxminən 10-20 dənə əhl-i sünnədən olan bir kəs var. Biraz məsələnin içinə gir, görəcəksən ki, nisyə verən də var, şəkilli əşya satmaq və s. dini, yəni ki, Allah yazısıyla və s. Yəni, insanlar ya cahillikdən bunu eləyir, ya bilir, Allahdan qorxmur eləyir və s. Çünki o imanı təzələyən bir məsələlər ki var, ən əsası da o elm öyrənmək, o gəlmir axı. Yəni, sən bu, belə deyək də, bu biri var ki, dərd və dava kitabı var. Yəni, biri var ki, xəstəlik və onun müalicəsi. Onun müalicəsini almırsansa, sən necə, yəni ki, belə ilac ola bilərsən? Yəni ki, bu, belə deyək də, şəfaya tərəf necə gedə bilərsən ki? Ona görə, qardaşlar, əgər siz istəyirsiniz ki, dindarlar çox olsun, keyfiyyət olsun, bu xurafatlar filan az olsun, olsa da belə dindarlara təsir eləməsin, siz gərək ancaq kitab oxuyasınız. Geri öyrənəsiniz. Elm əhlindən lazım olan şeyləri götürəsiniz. Elm əhlindən oturdum, çay, toya dəvət elədim, toyda 10 dənə elm tələbəsini bir dənə stola otuzdurdum və s. Gəldilər, danışdılar, çıxıb getdilər, söhbət salam. Yox, siz elə o 10 nəfər elm tələbəsini belə çağırmışsınız toya, arada onlarla onlayn olaraq və s. qiyabi, əyani, oturun, kitab oxuyun. Xahiş ediyorum ki, qardaş, bax sənə Mədinədə necə keçiblərsə, mənə bunu öyrət. Öyrədə bilmirsə heç ola bilər. İnsan ola bilsin ki, pedaqoq olaraq, yəni ki, onda bu xüsusiyyət yoxdur. Var belə bir məsələ, bəli. Amma ola bilməz ki, bu hamıda olsun da. Ümumi dərslər ki, elm tələbələri qoyurlar, Allah razı olsun. Çətindir, onlara çalışmaq lazımdır, tərcüməni kimsə eləyir və s. Bu hamısı, bunun qədrini hamı başa düşür. Allah razı olsun. Amma ümumi dərslə ümməti ayaq üstə saxlamaq, biz sanki o aparat olur, nəfəs alma, vermə aparatı olur. Yəni, bilirsən ki, onsuz da bu adam ölür, sanki aparata qoşmuşam, qoy nəfəs alsın sadəcə. Bizim vəziyyətimiz bu indi belədir. Biraz çünki dərindən sual versən, zəkat, qızılda neçə faizdir? Nisabı nədir? Nisab nədir? Hansı malda nisab yoxdur? Bu elə zəkatdır ancaq. Nə qədər belə məsələ ola bilər? Mənim bilmədiyim, sənin bilmədiyim, amma inkişaf edib qabağa getmək lazımdır. Yox, hələ bunu bilmirəm, onu bilməm və illər getdikcə yüklənirəm ancaq bilmədiklərimlə. Qardaşlar, bu inkişafa aparan yol deyil. Mən hamıdan çox bilmiş deyiləm. Sadəcə bilirsiniz, ümumi o səhnə ki, gəlirsən məscidə və bir nəfər adam görmürsən ki, şəriət kitabını əlində saxlayıb oxusun, bu artıq siqnaldır ki, 50 il sonra çox pis olacaq. 30 il sonra çox pis olacaq. İndi ki, bizim əlimizdə ki, bax, biz görürük ki, bəli, dindar qardaşlar və s. O hamısı Əbu Bəkir məscidində təməli qoyulmuş bir məsələnin səbəbidir. Yaxşı, indi nəyin təməli qoyulur və 20 il sonra necə olacaq? Yəni, mən keçmiş şey olmuşam. Yəni, bunu məni tanıyanlar hamı bilir. 3 il şiə namazı qılmışam. Yəni ki, o qədər şeylər olub ki, bilmədən eləmişim və s. İki tərəfə baxanda insan məsələnin qədrinin başa düşməyə başlayır. Qardaşlar, gəlin elə eləyək ki, Allah Teala bu nemət ki verilib, hədiyyə olaraq
Azərbaycanda, yəni bizdə güclü dindarlıq yoxdur belə məsələn. Hədiyyə olaraq hidayəti verib bizə. Elə eləməyək ki, əlimizdən alsın, göndərsin başqa yerə. Elə Afrika ölkələri olsun və s. var orada. Artıq görünür ki, orada bəzi yerlərdə elə İslamı yaşayırlar ki, deyirsən, əhsən, yəni bu necə oldu? Allah, yəni ki, belə hədiyyə edib dərbi ki, cəmaata. Əlimizdən çıxa bilər. Elm tələbələrinin qədrini bilin, düzgün elm tələbəsi, yəni həqiqətən elm tələbəsi olan adamların qədrini bilin və s. Xahiş edin, sizə elm versinlər, öyrətsinlər. Ərəb dili çətindir, yoxdur orada çətinlik, bu dildir. Bu riyaziyyat deyil, bu fizika deyil, orada wunderkind olub professor olmaq lazım deyil. Qardaşlar, istimrar lazım, sadəcə davam. Sən 100 dəfə həzə kitabun, həzə qalamun eşitsən, başa düşəcəksən ki, burada söhbət nədən gedir. Yəni, balaca uşaq böyüyür, dili necə öyrənir? Ona bəyən mübtədə xəbər və s. kimsə başa salır. Artıq tətbiqdə var və s. Mübtədə xəbəri bilirsə, lap da yaxşı. Yəni, mənim çağırışım sırf buna görədir. Yəni, bu artıq birinci dəfə deyil ki, mən belə mövzular qaldırıram. Çünki ümumən, bilirsiniz, yatmış vəziyyətdəyik də. Bax, misal üçün, bu yaxınlar qardaşlar deyiblər ki, gəlin, misal üçün, yığışaq bir kitab oxuyaq və s. Baxırsan ki, yazırsan, cavab yoxdur, ya və s. Axı, bu fikir var idi. Yəni, bu yatmaq vaxtı deyil də. Yəni ki, o mənada ki, bunu Allah Taala görür. Bu niyyət gərək qalsın. Biraz bilirsiniz, aktiv olmaq lazımdır da. Bizim ömrümüzdə, bax, mən 40 yaşımı yaşamışam. Ola bilsin ki, həyatımın 50%-idir. Ola bilsin ki, 80%-ni yaşamışım artıq. Nə qədər qalıb? Nə qədər qardaşlar var ki, 40-45 yaşında artıq dəfn olundu, getdi. Hardan bilirsən sənin nə qədər yaşamağa vaxtın qalıb? Bax, bu son illərimi bəlkə bir kitabla, İbn Teymiyyə kitabları və s. Ümumən də qardaşlar, bir kəlmə var ki, yəni bunu bilirsiniz, bəlkə demək düzgündür və s. Biraz utanverici bir haldır ki, biz əhlüsünnəyik. O qədər kitablar var bizdə və s. Baxırsan ki, elementar əhlüsünnəyə nisbət olan məsələlərdə demək olar ki, heç kəs heç nə bilmir. Yəni, İbn Teymiyyənin Əqidətul Vasitə kitabından başqa bir qardaş bir kitab adı deyəndə deyirsən ki, Allah şükür, bilir. Bu belə olmalı deyil. Bu adi bir məsələ olmalı ki, insan bilməli ki, Tədmuriyyədə var, Həməviyyə kitabı var. Yəni, bu elementar, yəni ki, yaxşı oxumamısan, heç olmasa bilirsən ki, var. Nəvəvidə kimi soruşsan, ancaq 40 hədis, yaxşı, başqa heç bir kitabı yoxdur onun. Tibyan kitabı var, nə bilim, Müslimi şərh edib. Yəni, heç olmasa biləsən ki, var da. Yaxşı, bir söz nətərdir? Bax, deyək ki, dünyavi məsələn götürək. Sənin misal üçün deyək ki, Mercedes-in var, BMW var. Amma sən bilirsən ki, Ferrari modeli var, Lamborghini, bilirsən də ümumi xəbərin var. Deyək ki, bunu qiyas elədik bu məsələyə. Mən demirəm ki, otur ginən İbn Teymiyyə bütün kitablarını oxu ginən. Ola bilsin, Azərbaycanda belə adam ümumiyyətlə yoxdur. Amma elementar heç olmasa ad olaraq bilginən ki, bəli, bu müəllifin belə bir kitabları var. Bu axı gözəl bir şeydir. Sənin daxili zənginliyin bilirsən ki, bəli, mənim böyük alimim var. Onun da etdikləri var. 7 dəfə həbs olunub, həbsdə kitab yazıb və s. Həbsdə dünyasını dəyişib. Elementar belə bir şeylərdir. Mən inansız, burada Saudiyada bir alim var. Azərbaycanda tanınmış adam deyil. Dərs deyir. Əli Şibil'də adı. Əli İbn Əbdüləziz Əşşibli. Yəni, Saudiyada tanınan adamdır, Riyad şeyxlarındandır. Dərsdə danışanda sahabələr barədə bəzən elə məlumata gedir. Kunyasına qədər. Hansı adla məşhurdur? Dünyasını harda dəyişdi, kimdən rəvayət elədi, kim ondan rəvayət elədi və s. Elə məlumatlardan gəlir ki, zənginlikdir də bu. Yəni, mən bundan danışıram. Bəyən bu pisdir. Siz, bax, belə eləsəz, qardaşlar, bu gündən biz, misal, hərəmiz öz üzərimizdə işləsək, siz görəcəksiniz ki, 5 il, 10 il sonra keyfiyyətli bir nəsil ortalığa çıxacaq. Hansılar ki, məclislərdə futboldan yox, oturub söhbət edəcək, qardaşlar, bax, nə oxumusunuz son vaxtda, kimin kitabıdır, hansı nəşriyyatdır, burada səhv yazıblar, burada düz yazıblar. Məsəl üçün, mən indi bir kitaba baxıram, özümlə, xaricdəyim, özümlə gətirdim təyyarədə oxumaq üçün. Peyğəmbər s.ə.v-in namazı. Şeyx Albani yazıb da, rahiməhullah. Müqəddimədə maraqlı şeylər gətirir. Sən demə, bu kitabı qabaq da çap edib Şeyx Albani və tərifləyirdi nəşriyyatı və s. Sonra məlum olub ki, nəşriyyat nələr eləməyib kitabda. İndi təzə deyəndə məndə olan nəşriyyatda yazır, qınıyır ki, elə şey olar, ticarət baxımından və s. Bir abzası çıxartdılar, bunu qoydular və s. Nəyi var məzəmmət edir? Yəni, mən demək istəyirəm ki, bu, bilirsiniz, müəyyən bir maraqlı məlumatlar ola bilər ki, sabahlar sənə lazım olacaq ki, sən gedib o nəşriyyatdan kitabı almayasan.
Qardaşlar, biraz zəngin olmaq lazımdır. Futbolu bilirsən çox yaxşı, əla. Ay bilmirəm, idman filan. Yəni harda ki icazəlidir baxa bilərsən, vaxtını zay eləmirsə o qədər, namazları itirmirsənsə və s. Ya Allahdan bacardığımız kimi biz bacardığımız qədər qorxmalıyıq. Amma bu əsas məsələni yaddan çıxarmayaq da. Çünki biz hamımız bilirsiniz bir bina kimiyik. Sən zəif olanda məni də zəiflətdirirsən. Mən zəif olacağam, öz uşağımı zəif eləyəcəm və s. Bir-birimizi gəlin qırmayaq da. Bilirsiniz, biz hələ həmişə istəyirik axtaraq ki, düşmən, filan kəslər İslama zərbə vurur, filan kəslər İslamı dağıtmağa çalışır. Bəyəm cahil müsəlman İslama zərbə vurmur. Və sonra düzəltginən də, təsəvvür edin bir insan namaz qılandı, oruç tutandı, müəyyən bir əməlləri ilə İslamı dağıdır. Bəs yaxşı, bəs bunu necə edəyək? Yəni o müəyyən bir kanallar var, misal ki Azərbaycanda, dəvət edirlər və s. Müəyyən vaxtlarda baxsan ki, yalandan nəsə yayırlar və s. Bəyən bunları eləmək olar. Baxıram, zəifləyirəm. Filan kəs baxır, elə bilir ki, bu düzgündür, başlayır, o da belə eləyir. Qardaşlar, hamımız gərək islah yolunu düşək. Müəllimlər axtarın, kim ki sizi örgədə bilər və s. Onlardan lazım olan şeylər götür. Elm tələbəsi ilə futbol oynamaq və s. Gözəldir, ged oyna. Arada xahiş eləginin ki, Kəşf-ü Şübuhət kitabını sənə keçsin. Kitab-ı Tövhidi sənə öyrətsin. Yəni bu elementar, yəni qrammatika və s. bu da olmalıdır. Əsas elə bu olmalıdır. Mən bundan danışıram. Vəssalam. Sonra bilirsiniz, başqa şeylər çıxa bilər ki, ay filan kəs müəllim təkfirçidir filan. O elə araşdırmaq lazımdır. Bizdə tələbələr var da, hədis elmini keçiblər. Bir adam barədə xəbər gələndə nə etmək lazımdır? Baxmaq lazım ki, deyən kimdir, deyilən kəs kimdir. Sıralca dərhalda bütün yüzüz məsələni şey eləmək lazımdır da, tələsmin. Var, Azərbaycanda yaxşı şəriəti bilənlər var və s. Onların bəziləri var ki, doğrudan da belə deyək, yolları düzgündür. Eləsi var ki, yolu düzgündür. Eləsi var ki, misal üçün barəsində söz-söhbət gəzir. Əslində heç bir günahı yoxdur. Ona görə də qardaşlar, siz sadəcə niyyəti tutun. Heç olmasa oxumaq və s. Allah təala asanlaşdıracaq, bir yol göstərəcək. Amma sən bir niyyəti tut ki, də. Və sallallahu aleyhi Muhammedin və alə alihi və sahbihi əcməin.